Təbiəti sevənlər komandası. Anar müəllim şagirdlərin ən sevimli müəllimi idi. O çox mehriban və sadə adam idi. Uşaqlar üçün yalnız müəllim yox, həm də dost idi. Bir gün Anar müəllim məktəbə velosipedlə gəldi. Bunu görən uşaqlar təəccüblə soruşdular. Müəllim, maşınınız xarab olub? Yox, sadəcə qərar vermişəm ki, bundan sonra maşını mümkün qədər az sürüm. Maşınlar havanı çirkləndirir. Mən isə təbiəti qorumaq istəyirəm. Təbiəti qorumaq? Siz bunu necə edəcəksiniz? Deyərək onlar müəllimin arxasınca həyəcanla sinifə qaçdılar. Əslində bu çətin deyil. Siz də edə bilərsiniz. Deyin görüm, təbiətə necə qayğı göstərmək olar? Siz dedikcə mən lövhədə yazacağam. Ayxan yerindən dedi. Mən bundan sonra lazımsız kağızları zibil qutusuna atacağam. Aynur da söhbətə qarışdı. Mən də yerə saqqız atmayacağam. Eşitmişəm ki, quşlar onları yem bilib yeyirlər. Saqqız onların dimdiklərinə yapışır və quşlar ölürlər. Azad biraz fikirləşib dilləndi. Mən dəftərimin bütün səhifələrini istifadə etməmiş, yenisinə başlamayacağam. Sevinç dilləndi. Nənəm gülləri sulayanda mən də kömək edəcəyəm. Anar müəllim gülümsəyib dedi. Bəli, siz artıq təbiəti sevənlər komandası yaratdınız. İndi bu komandanı genişləndirmək vaxtıdır. Bunun üçün isə başqalarına nümunə göstərməliyik. Şagirdlər çox sevindilər. Həmin andan təbiəti qorumaq üçün tədbirlər planı hazırlamağa başladılar. Bir gün səhər uşaqlar məktəbin həyətində toplaşmışdılar. Bu zaman məktəbin direktoru Sabir müəllim velosipedlə məktəb həyətinə daxil oldu. Uşaqlar gözlərinə inanmadılar. Aynur sevinclə qışqırdı. Ura! Direktorumuz da komandamıza qoşulur. Uşaqların sevincini görən Sabir müəllim gülümsədi. Hə uşaqlar, məni də qəbul edirsiniz? Əlbəttə, uşaqlar bir ağızdan qışqırdılar. Anar müəllimin və şagirdlərinin arzusu gerçəkləşirdi. Onların fəaliyyəti hər kəsin diqqətini çəkməyə başlamışdı. Digər sinifləri də bu fəaliyyətə qoşmağın vaxtı çatmışdı. Şagirdlər siniflərinə çatan kimi plakatlar hazırlamağa başladılar. Qısa vaxt ərzində bütün məktəb təbiəti sevənlər komandasına qoşuldu.